Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin Türk Dünyası Ortaq Mirasdan Ortaq Gələcəyə Doğru adlı layihəsi yekunlaşıb. Layihənin yekunları ilə bağlı tədbir keçirilib. Tədbirdə müxtəlif QHT təşkilatlarının rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşıb. Yıllarda okuduğumda Şimali Türkiye Cumhuriyeti'nde Cumhurbaşkanlığı yerleştirmesi oldu. Sayın Cumhurbaşkanı Resul Katar'ın iştirakından ben önleriyle Sayın Cumhurbaşkanı Resul Katar'a ve bütün dostlara o konferansa yarattıkları şerane göre teşekkür ediyorum. Hürmetli konaklar, Türk dünyası köklü tarihi, ortak dili, kültür ve değerleriyle dünya üzerinde önemli bir medeniyet havzasını oluşturmaktadır. Nadir İsrailoğlu rəhbərliyinə fəaliyyət göstərir və görürsünüz ki, bu təşkilat öz mandat missiyasına uyğun olaraq həmişə Türk ölkə və topluluqlarına xitab etməkdədir, haqqın, ədalətin ictimai platformadakı bir ifadəsidir, təcəssüsüdür. Özüne Türk diyen, dünyadaki 300 milyona kadar insanın her birisi Kuzey Kıbrıs Devleti'ni tanıyıp tanımalıdır. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyi Türk dünyasına xidmət istiqamətində daha bir layihəsini yekunlaşdırdı. Mən öncəliklə Azərbaycan dövlətinə, cənab Prezident İlham Əliyevə, eyni zamanda Azərbaycan dövlətinin qeyri-hökumət təşkilatlarına bağlı siyasətini, Türk dünyası ilə bağlı siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq edirəm. Minnətdarlıq edirəm ki, bizə bu layihəyə görə etimad göstərdilər və biz Türk dünyası ortaq mirasdan ortaq gələcəyə doğru layihəsini bu 5 ay ərzində biz bacardıqca məsuliyyətlə yerinə yetirməyə çalışdıq. Layihə müddətində Kuzey Kıbrıs Türk Cumhuriyyətində, Türkiyədə, Manisa şəhərində tədbirlərimiz oldu. Müxtəlif istiqamətli addımlarımız oldu və bugün yekun tədbiri keçirdik. Gördüyünüz kimi yekun tədbirdə də çox sağ olsun dostlarımız, diplomatik korpusun nümayəndələri, xüsusən Türk dünyasından olan ölkələrin səfirləri bizi tək qoymayıblar. Mən əminəm ki, elə bu tədbirin özü, eyni zamanda apardığımız işlər, bundan öncəki konferanslarda səslənən fikirlər bizə əsas verir, stimul verir ki, biz bu layihənin növbəti mərhələdə də davam etdirək və eyni zamanda əminəm ki, hər zaman Türk dünyasına bağlı layihələrə ön sırada dəstək verən qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi növbəti mərhələdə də bizə bu prosesin davam etməsində yardımcı olacaq. KASKVE'nin düzenlediği Ortak Miras, Ortak Gelecek isimli projeler doğrultusunda bugün Bakü'de toplanmış bulunuyoruz. Daha önce söz konusu projenin 2 ayağı Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde Lefkoşa'mızda ve Türkiye Cumhuriyeti'nde Manisa şehrinde gerçekleştirildi bu konferanslar. Bugün tabii ki önemli olan bizim Türk devletlerinin, Türk devletleri, üye ülkelerinin hep birlikte hareket etmesi, işbirliği içerisinde hareket etmesi ki gücümüzün daha büyük olması için bu çok önemli. Cenab-ı Prezident İlham Aliyev'in bize gösterdiği yol haritası, bizim ailemiz Türk dünyasıdır ifadesi büyük bir sorumluluk yüklemiştir bizlere ve Türk dünyasının bir parçası olarak, kopmaz bir parçası olarak Kıbrıs Türk halkı da bu yönde çalışmaktadır. Önemli olan işbirliğimiz ve birlik beraberlik içerisinde hareket ederek daha güçlü, daha kuvvetli olmamızdır. Bunlar çok önemli. İnşallah bu tür faaliyetler daha da artarak devam eder. Azərbaycanın 2-ci Qarabağ müharibəsindəki böyük zəfərindən sonra etiraf eləyək ki, Türk dövlətlərinin həm iki tərəfli, həm də çox tərəfli formatda münasibətləri daha da inkişaf eləyib və bugün Türk dünyası bizim uzun illərdən bəri arzusunda olduğumuz həmin böyük gələcəyə doğru daha inamla addımlamaqdadır. İstər Mərkəzi Asiyada milli kimlik şuurunun inkişafı, istər Azərbaycanın Türkiyə ilə olan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin digər türk dövlətləri ilə də
həmin o səviyyəyə çatdırılması, istər Türkistan coğrafiyasındakı dövlətlərin bir-biri ilə münasibətlərinin inkişaf etdirilməsi, istərsə də ki, Türk Dövlətləri Təşkilatının iqtisadi, sosial, enerji, nəqliyyat və bütövlükdə siyasi əlaqələrinin daha da inkişaf etdirilməsi bizdə Türk dünyasının gələcəyi ilə bağlı böyük inam və nişbinlik yaradır. Bildiyimiz kimi, Türk dövlətlərinin rəhbərləri ildə 2 dəfə görüşürlər və çox mühüm qərarlar qəbul edirlər. Ancaq bu yalnız dövlət qurumlarının rəhbərləri səviyyəsində və dövlət başçıları səviyyəsində, ali səviyyədə qəbul olunan qərarlarla kifayətlənməməlidir. Eyni zamanda vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, media qurumları, təşəbbüs qrupları öz platformalarında da Türk dünyası arasındakı inteqrasiyanın dərinləşməsi, Türk xalqlarının uzun illər bu və ya digər səbəbdən arada zəifləmiş həmin əlaqələrinin inkişaf edərək daha üst səviyyəyə çatdırılması üçün daha güclü şəkildə ictimai platformada fəaliyyət göstərməsi lazımdır və sevindiricidir ki, belə bir tədbirlərin biri də biz hazırda iştirak edirik. Türk dünyası ortaq mirasdan ortaq gələcəyə adlı layihədir. Layihə çox uğurla icra olunur. Bu layihə çərçivəsində televiziya verilişləri hazırlandı, konfranslar keçirildi və bu gün də bu layihə çərçivəsində qapanış toplantısında iştirak edirik. Layihənin rəhbəri Nadir bəy çox uğurla bu layihəni icrasını həyata keçirtdi və bugünkü konfrans burada həm demək diplomatik korpusun nümayəndələri, həm parlamentin nümayəndələri, həm də vətəndaş cəmiyyəti sektorunun geniş demək şəbəkənin nümayəndələrinin iştirakı və burada söylənən fikirlər bir daha onu göstərir ki, ictimai sektor və Türk dünyasının əlaqələrinin inteqrasiyanın dərinləşməsi üçün uzun illərdən bəri xidmət göstərən təşkilatlar qızıl alma ülküsünə doğru daha səylə, daha güclü şəkildə və daha konkret hədəflərlə yürüməkdədir. Bu mənada mən təşkilatçıları təbrik edirəm və əminəm ki, bundan sonra da bu mövzuda konfranslar keçiriləcək və biz daha yeni nailiyyətlərin, daha bu sahədə böyük uğurların anonsunu da həmin konfranslarda eşidəcəyik. Türk dövlətləri arasında inteqrasiya gün-gündən genişlənməkdədir. Hal-hazırda Türk dövlətləri arasında bir sıra beynəlxalq təşkilatlar formalaşıb. Bunun başında təbii ki, Türk Dövlətlər Təşkilatı birinci gəlir. Bundan başqa Türksoy var, Türk Parlamenti Assambleyası var və digər bu quruluşlar var. Eyni zamanda həyatımızın ən müxtəlif sahələrini əhatə edən deyək ki, istiqamətlər üzrə nazirliklər arasında, qurumlar arasında ortaq birliklər var. Bu birliklərin artıq vətəndaş cəmiyyətinə də inteqrasiya olunması çox mühüm əhəmiyyət kəsb eləyir. Həm burada həm qeyri-hökumət təşkilatları, eyni zamanda medialar arasında da işbirliyinə, ortaq media siyasəti, ortaq deyək ki, vətəndaş cəmiyyəti ilə bağlı siyasətin həyata keçirilməsi çox vacibdir. Hesab edirəm ki, bugün keçirilən tədbir də, bugün icra olunan bu layihə də həmin vətəndaş cəmiyyətləri arasında, Türk dövlətlərinin vətəndaş cəmiyyətləri, qeyri-hökumət təşkilatları, mediaları arasında da əlaqələrin qurulması və ortaq siyasətin həyata keçirilməsi baxımından çox önəmlidir. Hal-hazırda demək olar ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin yardımı ilə bu istiqamətdə bir sıra layihələr icra olunur. Bu da Azərbaycan dövlətinin bu sahəyə diqqətini, həm belə deyək, mənəvi dəstəyini, həm də elə maddi dəstəyini göstərir ki, Azərbaycan dövləti də Türk dövlətlərinin vətəndaş cəmiyyətlərinin bir araya gəlməsini və birgə fəaliyyətini dəstəkləyir. Və bugünkü tədbirdə bunun bir göstəricisidir. Bugünkü tədbirimiz Orta Asiya Cənub Qafqaz Söz Azadlığı şəbəkəsinin ortaq mirasdan, ortaq gələcəyə doğru layihəsinin yekunlarına həsr olunmuşdur. Bu layihə olduqca vacibdir. Bu layihənin əsas mesajı Türk Dövlətləri Təşkilatında birləşən ölkələrin xalqlarının ortaq keçmişini vurğulayır və eyni zamanda qeyd edir ki, bu ortaq keçmiş üzərində biz necə bir gələcək inşa etməliyik. Bu cür layihələr bizə gələcəyimizlə bağlı ortaq baxışlara gəlməyə imkan verir. Məqsədimiz aydındır. Məqsədimiz güclü, Avrasiya gücünə çevriləcək, 12 milyon kvadrat kilometrə əhatə edən, 250 milyon əhalisi olan Türk Dövlətləri Təşkilatını güclü bir təşkilata çevirməkdir. Lakin bu hədəfə getmək, bu məqsədə getmək üçün hansı hədəflər olmalıdır? Biz necə düşünürük? Qırğızstanda hansı məsələləri prioritet hesab edirlər? Azərbaycanda hansı məsələlər öncül görülür?
ümumiləşdirilməlidir. Biz ortaq baxışlar tapmalıyıq. Qeyd etdiyim kimi, vahid məqsədimiz var. Məqsədlə bağlı mövqeyimiz eynidir. Siyasi iradə var ölkələrin rəhbərliyində. Vaciblər Respublikası Prezidentinin bəyan etdiyi kimi bizim Türk dövlətləri ailəsindən başqa ailəmiz yoxdur. Bu çağırış artıq bütün Türk dövlətlərində qəbul olunur. Bugünkü müzakirələrdə onu gördünüz. Lakin bu çağırışın reallaşdırılması ilə bağlı konkret addımlar barədə doğrudan da müzakirələrə ehtiyac var. Bu bir aspekt. Bu layihə həm bu tərəfdən mühüm səciyyə daşıyır və biz bu cür açıq müzakirələrdə təkliflər eşidirik, tövsiyələr eşidirik və sonradan bunlar reallaşır. İkinci, ən vacib aspekt budur ki, bir Türk birliyini təbliğ edirik, ortaq mirasımızı gənclərə çatdırırıq və bu cür tədbirlər, bu cür müzakirələr davamlı kommunikasiya yaradır, şəbəkələşmə yaradır, Türk dövlətlərinin QHT-ləri arasında, ziyalıları arasında, alimləri arasında. Bu baxımdan da çox mühüm bir funksiya malikdir. Ən vacib mən qeyd edərdim ki, məsələlərdən biri də biz ideyalar mübadiləsi edirik. Gələcəklə bağlı, ortaq keçmişdəki ənənələrimizi yeni dövrdə necə qoruyaq, necə inteqrasiya eləyək, necə güclənəklə bağlı fikir mübadiləsi aparırıq. Və mühüm məsələlərdən biri də həm də bir-birimizi tanıyırıq, bir-birimizin fikirlərini öyrənirik, bir sinergiya yaranır və bununla da ortaq ideyalardan, ortaq fikirlərdən ortaq gələcək yaranır.